Salam, hər vaxtınız xeyirli olsun, dəyərli xanımlar. Yeni bir vloguma xoş gəldiniz. Yeni bir vlog başladıram və gördüyünüz kimi vlogumu nanə qurutmaqla başlatmışam. Bugünümü nanə qurutmaqla açmışam. Evdə 2 dəstə nanəm var idi, iri nanələr idi. Düşündüm ki, heyif olmasın, qəşəng onları dənəliyim, qurudum. Bunları qoyacağım, qəşəng qurusun. İnanın ki, gözümü açar-açmaz nanəyə başlamışam. İnanın ki, pəncərələri belə açmamışam ki, ev havalansın. İlk işimi naneye həsr etmişəm. Gidin Aliyə. Biləm. Gedirik alışverişə. Alışverişə? Alışverişə gedirik. Sonra da sən hazırlığa gedəcəksən. Alışverişimizi eləyəndə yekşə qoyarsan. Yekşə gedəcək. Bəli. Yaxşı. Yavaş küləşlər. Kızlar, geldim evə. Sizin aldıqlarımı bölüşüm. Blenderda aldım. Arada kokteyl zat hazırlamağa. Bunu açıb göstərəcəm sizə. Sonra bu paltarlarımdır. Qoyaq hələlik bura. Son vaxtlar bundan istifadə edirəm. Çox bəyənirəm. Çox gözəldir. Maya sabun. Bir də belə ağı var idi. Mamam dedi ki, çox gözəldir. İstifadə edib. Mamam dedi ki, çox gözəldir. Paltarda olan ləkələri aparır. Sadəcə üstünə tökürük bir damcı. Bir də paltar yanı, ağ paltarları yanında içinə tökürük. Dedim bunu sınıyım. Olmazsa olmazım. Yaş salfetlər. İnşallah ki, bu yaxşı çıxar. Qızlar, bilirsiniz ki, axırıncı dəfə aldığım yaxşı çıxmamışdı. Bu dəfə bahalısını aldım. Slip aldım ki, yaxşı çıxsın. Bu arada dırnağım qırıldı. Yəqin ki, sabah azada gedib düzəltdirəcəm. Bir dənə də sabun aldım. Bunu da, qızlar, bunun üstündə hədiyyə verdilər. Bu da maraqlıdır. Bir də ətirləndiricidir, kondisioner. Qoxusu da gözəldir. Açıb baxmışam. Qızlar, sizə bunu da göstərim. Baxın, nə gözəldir. İçində kofe üydən də var. Əslində bunu almaq fikrim yox idi. Yoldaşım sağ olsun yadıma saldı. Ben gördüm, mesaj yazdı ki, gör bundan varsa al, dedim, sən de mən alaram. Niyə də almayım? İnşallah içində qəşəng kokteyllər hazırlayacağım. Kızlar, belə göstərim. Qollar da belədir. Belə. Kızlar, hər şeyi yerləşdirdim. Dedim, qəşəng mətbəxə biraz əl gəzdirim. Mətbəxdə yenə aləm dəyib bir-birinə həmişəki kimi. Bunları qəşəng yuyub təmizləyim. Olsun tərtəmiz.
Bu artıq ikinci günün vlogudur və gördüyünüz kimi dırnaqlarımı getdim dəyişdim. Bu dəfə balacalaşdırdım. Mən hiss edirəm, hər dəfə deyirəm ki, uzun eləməyəcəm, amma özümü saxlaya bilmirəm. Bu dəfə qısa elədim. Məncə və görün burada kim var. Asena qurban. Ay. Nə oldu? Bu balaca qızcığaz, bilirsiniz ki, mənim qardaşımın qızıdır. Mamam gilə dəydim. Dalımca necə ağladısa. Dedim ürəyim gəlməz bunu qoyub gəlməyə. Gətirdim bizə. Aş. Ay İrəm. İrəm. Sənə qurban. Ben de bunun kız kardeşi. Ben de bunun kardeşiyim. Hə, bu da bunun qardaşıdır. Hə. Ki markete değməsəm olmazdı. Mən əsas olmazsa olmazım. Özümə bir iki dənə şey aldım. İnşallah sizə göstərəcəm nələr aldığımı. Gözəl, elə gözəl qablar aldım. Mənim bu qab sevdam bitmir. Bitmir. Hər birini sizə göstərəcəm. Bir dənə bir də vanna aldım. Balaca vannam yox idi. Dedim elə görmüşkən bir dəfəlik alım. Bu da aldım belə. Qabları da birazdan qızlar sizə açanda göstərəcəm. Kızlar sakitçilikti. Oturdum, çay, kofe içeyim. Çay neydi? Karıştırdım. Oturdum ki geçen kofemi içeyim. Sonra evde işlerim var. Bir iki işlerim var evde. Ev təmizliyi. Bilirsiniz ki biz qadınların bitmeyen çiləsi. Düzdür, bitmeyen çilə deyirik. Mən hər zaman deyirəm. Ama iş olmasa inanın ki evde darıxarıq. Hə, oturduk. Neydi? Yine iş var ki evde ev işiyle başımızı qatırır. Hə, bunu geçen geçeyim. Durum işlerimi göreceğim. Durum haranı eşirəm, nə tapıram, nə iş çıxardıram özüm üçün. Şimdi işte.
yerine doğru. Aç. Yerine doğru. Yaş böyle götür. Bunu açamadın da. Mama. Yaş. Mama. Benim. Mama doyum. Yok. Niye? Qazın için təmizləyirəm. Təbii ki, gördüyünüz kimi bu yağ sökücü ilə Faberlikin yağ çözücüsüdür. Qızlar, keçən dəfə mən bunu istifadə edərkən məndən soruşdunuz ki, isti olaraq mı istifadə edirsiniz, soyuq halda mı? Soyuq halda tətbiq etmişəm, yəni qazı isitməmişəm. Gördüyünüz kimi baxın, ləkələr də artıq çıxır. Sadəcə püskürdürük, 5 dəqiqə gözlədikdən sonra artıq özü ləkələri üzə çıxardır. Yağları daha doğrusu üzə çıxardır. Çox sevirəm bu məhsulu. Biraz batmışdı qazım, dedim qəşəng təmizləyim. Kızlar, qazımın içi oldu tərtəmiz. Bu görüntünü o qədər çox sevirəm. Bəh, bəh, bəh. Oldu tərtəmiz. Qoy ora, əl vurma. Ay, səhv koydum. Mama bu nerede? Bu nerede? Oranı bağla. Bu nerede?
Kızlar evləri də sildim, bitirdim. İndi özümə Nescafe edəcəm, hazırlayacağım. Biraz dincəlim. Yoruldum artıq. Belə xanımlar, bugünlük də bu qədər. Vlogu sonlandırıram artıq. İzlədiyiniz üçün təşəkkürümü bildirirəm. Yeni vloglarda inşallah ki görüşənədək hələlik.